Eşqin adı sənsən. Bəli, Bunu eşqin adı mütləq sənsən. oxuyacağam bunu. İnsanların eşqə münasibəti də fərqlidir. Yəni eşq ən güclü adamı belə diz çökdürə bilir. Yəni Zəiflik deyil. Zəif olursan da artıq, yox? Məncə biraz artıq o mövzu, onu yaşadığın təqdirdə zəifləyirsən. Yəni çox rahat manipulyasiya olana bilirsən artıq. Çox qəribə tərəfi odur ki, paradoksal tərəfi odur ki, eşq səni elə cəsarətli edə bilər ki, heç fikir bildirə bilmədiyin valideynlərinə gedib deyərsən. Cahil cəsarətidir o, yox? Şir edir də səni biraz, yox? Mən bu eşqin insanın hormonlarını dəyişir və yəni beyinlə bağlı olan bir şeydir ki, sənin hormonların yəni dəyişir və səni fərqli birinə döndərir. Bəlkə adam olmursan. Mən biraz bəlkə fərqli düşünürəm. Mənə elə gəlir ki, insanın kontrolunu əlindən alan hər şey ondan biraz uzaq olmaq lazımdır. Hə, ola bilər, biraz, yəni bu mövzular da biraz bu eşq falan, sevgi mövzular da biraz insanın kontrolunu əlindən aldığına görə və sən artıq çox mənəvi, çox belə açılıb, çox belə sən ona məruz qalırsan. Sən onu seçmirsən ki, mən aşiq olum ya yox. Biz bilirik başımıza nə gələcək.